أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين، أما بعد. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Değerli dinleyiciler, her bir Müslüman eşitlikte ki Allah istediğini hidayet eder. Allah istediğini xilas eder. Bunu kimi sözleri Kur'an-ı Kerim'den ve Resulullah'ın hədislərindən eşitdikcə bəzən insanda qəribə fikirlər oyanır ki, yəni bu istəmək necədir? Yəni Allah kimi istədisə onu cənnətinə göndərir. Kimi istəmədisə onu cəhənnəmə, küfrə, günahlara yönəldir. Yəni bu aya bu deməkdirmi? Belədirsə o zaman bu günahkarların günahı nədir ki? Allah istədi, o da günah etdi. Allah istədi, o kafir oldu. Və digəri üçün Allah istədi, o mömin oldu. O zaman onun qəhrəmanlığı haradadır? O birisinin azğınlığının səbəbi nədir ki? Yəni bunların hələ səbəbkarı Allah oldu ki, bu isə Allahın ad və sifətlərinə tamamilə zidd bir düşüncədir. Əsla belə deyil, dəyərli insanlar. Bəli, Qur'an-ı Kerimdə ayələr vardır. Allah istədiyini hidayət edər. Allah istədiyini azdırar. Neçə ayələr var. Allah birini azdırdısa, kimsə onu hidayət etdirə bilməz. Bu ayələr tam olaraq nə mənaya gəlir? Axı Allah bizi sərbəst yaratmışdı. Allah bizə seçim vermişdi. Deməli, dəyərli müsəlmanlar, bunları tam olaraq anlamaq üçün ilk öncə bir ayəni oxuyaq Allahın kitabından, sonra tədricən o ayənin təfsirinə varaq ki, görək tam olaraq burada nə baş verir? Nə olur ki, Allah onu istəyir, nə olur ki, Allah o qulu istəmir? Əl-Ən'am surəsi 125-ci ayədə Allah Subhanahu taala belə buyurur. Əuzu billahi mineşşeytanirracim. فَمَنْ يُرِدِ اللّٰهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ وَمَنْ يُرِدْ أَنْ يُضِلَّهُ يَجْعَلْ صَدْرَهُ ضَيِّقًا حَرَجًا كَأَنَّمَا يَصَّعَّدُ فِي السَّمَاءِ. Allah kimi istədisə onu hidayət edər. Hidayət edərin əlaməti nədir? Yəni Allah istədiyini hidayət edir. Hidayətin əlaməti nədir ki? Biz nə bilək ki, hidayət nədir? Yəni hətta baxın namaz qılmağın özü belə ola bilər hidayət deyil Çünki nə qədər insanlar var, dinin içində azğındır, sapıqdır. Nə qədər insanlar var belə. Yəni Allah istədiyini hidayət edər. Sözünün ardıca Rəbbimiz onun əlamətlərini sayır və deyir, Yəşrah sadrahu lil-İslam. Onun köksü, onun sinəsi, onun ürəyi İslam'a qucaq açar. Bax bu, Allahın sevgisinin əlamətidir. Yəni əgər səndə, dəyərli dinləyici, əgər İslam deyəndə, Allah deyəndə, könlün genişlənirsə, qəlbin genişlənirsə, bağrına basmaq istəyirsənsə, Rəbbini və onun ayətlərini, onun kitabını, onun sənə tapşırdıqlarını sevirsənsə, xoş sənin halına. Sən Rəbbinin seçdiyi, sevdiyi qulusan. Çünki onun adı gələndə gözlərin yaşarır. Onun adı gələndə köksün açılır. Nə qədər özünə müsəlman deyənlər var. Allah sözü gün ərzində ancaq
ərəbcə deyilən kəlmələrin içində dilindən keçir. Amma ona onun şeyxindən danışanda, hansısa imamdan danışanda göz yaşlarını saxlaya bilmir. Allaha isə gələndə bəzən lətifə danışır, zarafat eyləyir, amma onun ibadət etdiyi o imamı, şeyxdirmi, kimdirsə, adı gələndə, onun adına zarafat edəndə tükləri ürpənir və hücum çəkir. Sən nə danışırsan? O adamın adına sən necə bu zarafatı edərsən? Halbuki Allah üçün lətifə danışırlar. Bu da həmən lətifəyə şaqqıltı ilə gülür. Bax, bu cür insanlar hidayət olmayıblar. Namaz qılsalar belə, mömin görüntüdə olsalar belə, Allahın seçdiyi, sevdiyi şəxs odur ki, onun yanında Allahın adı gələndə onun bədəni coşur, sevir. Allahın əmrlərinə sevgi ilə yanaşır. Din ona ağır gəlmir. Qadındırsa, başındakı hicabı sevir, hörmət edir, onun sayğısını saxlayır. Kişidirsə, yaşadığı dini, hörmətini saxlayır. Peyğəmbərin və onun gətirdiyi şəriətin sayğısını saxlayır, tapdaq altına atmır, gülünc vəziyyətə salmır. Bu, Allahın seçimidir. Allahın sevdiyi insanın əlamətidir. Və ardıca deyir, amma Allah kimi azdırmaq istəsə, orada gələcək, kimdir ki onu azdırmaq istəyir Allah? Niyə azdırmaq istəyir? Onun günahı nədir? Onun günahı nədir ki onu azdırır? Və o birinin savabı nə idi ki Allah onu sevir? Bax, bunu da biləcək. Allah kimi azdırmaq istədisə, onun köksünü daraldar. Sanki yüksək havaya qalxmışdır. Bax, əslində bunu elm adamları çox sonralar tapıblar. Ki, insan yüksəyə qalxdıqca hava təzyiqi, oksigen azalırdı deyə insan ciyərləri sıxılır və sonunda partlayır. Ciyərlər partlayır. Və bu su dərinlikdə də belə olur, suya batdıqda da belə olur, yüksəyə qalxdıqda da belə olur. Amma biz müəyyən atmosfer təzyiqinə alışmışıq və bunun içində yaşayırıq. Bundan kənara çıxanda ciyərlərimiz buna dözmür, hava təzyiqinə. Allah da deyir, amma Allah birini sevmədisə, Allaha qarşı, Allahın dininə qarşı onun qəlbi sıxıntılı olar. Baxın, namazı bəlkə də qılır, bilirsiniz necə qılır? Yəni, hansısa əlamətlər olmasa, heç vaxt qılmaz. Heç qılmaz. Sadəcə olaraq bu buna məcburdur. Ya gücü çatmır, ya özünü nüfuzdan salmaq istəmir. Yəni, sevgi ilə deyil, məcburi qılır. Bu, bəzən ara bir hər birimizdə baş verə bilər, Bu, bunun əlamətidir. Amma kimdə ki bu davamlıdır, yəni belədir, yəni namaz onun üçün bəlkə də onu xəbərdar edən olmasa heç qılmaz. Yəni heç zövqündə deyil. Misal üçün qadındır, hicab taxır, ancaq hicab ona bir yükdür, yük. Bəlkə də niyə mən bunu taxdım, bu nədir, niyə biz beləyik, heyfdir Avropalılar, istədiyi kimi rahat yaşayırlar. Yəni bu əlamət, pis əlamətdir. Dəyərli dinləyici, bu elə bir əlamətdir ki, əslində bunlar hər birimizdə zaman baş verir. Yəni sevgi də, sıxıntı da. Yəni gözəllik əlaməti də, şər əlaməti də. Hər ikisi bizdə baş verə bilər. Bunlar bizdə ara bir baş verməsinin əlaməti bilirsiniz nə içindir? Allah bəzən bizi xəbərdar edir. Ey qulum, bax, sən düşünmə, sən ibadət əhlisən. Mən rəhmətimi üzərindən çəksəm, sən heç namazı sevməzsən. Sən heç Qur'ana yaxın düşməzsən. Sən bəlkə də İslam adını üstündən götürərsən. Mənim mərhəmətim sayəsində qalmısan, Yəni, bəzən Allah nemətləri bizə göstərmək üçün bizdə ara sıra bu baş verə bilir. Ona görə bu bizə xəbərdarlıqdır. Sanki bir texnikada cihazın ışığı yanır, yəni
ya yanacaq qurtarır, ya bir detalda problem var, xəbərdarlıq siqnalı. Sanki bizə siqnal kimi gəlir. Amma kimdə bu hal elə belədir, yəni heç sevmir, məcburdur buna, fürsət düşən kimi soyunur. Fürsət düşən kimi, bəzən elə insanlar vardır ki, elə bir geyim geyib, deyəndə deyir ki, atamın qardaşımın yanındayam da. Nə olsun atanın qardaşının yanındasan ki? Yəni, ədəb deyilən bir şey var. Deməli, sənin sayğın olsa, sən hətta tək olsan belə, ehtimal edərsən ki, birdən məni görərlər. Bax, o qədər buna sayğın olar. Bax, budur Allah sevgisi. Bax, bunu istəyir Allah bizdən. Sən bunlara dəyər verəndə sənin dəyərin artır Allah yanında. Və Allah kimi istəmədisə onun köksünü daraldar, sinəsi sıxılar. O dinin içində sıxıntılarla yaşayar. Niyə mən burada varam kimi? Deməli, dəyərli insanlar, Allah kimi istədisə köksünü açır, kimi istəmədisə onun köksünü daraldır, sıxıntıya salır, o sevmir Allahın dinini. Və sevmənin əlamətləri, bayaq oxuduq, yenə də bir ikisini deyək. Qəlbin rahatlığı, Allaha qarşı çox sevgi, Allahın əmrlərini sevə-sevə etmək, bütün əmrləri sevə-sevə etmək. Haram görəndə bu haramdır deyib anında ondan uzaqlaşmaq. Əgər düşübsə o haramın içinə dəhşətli peşimançılıq. Allahım, bu nə idi mən düşdüm? Allahım, buraxma məni. Ey Rəbbim, buraxma məni. Məni qoru, məni saxla. Allahım, buraxma. Çünki o bilir ki, əgər mən harama doğru bir addım atmışamsa, deməli xəbərdarlıqdır. Sevgin sönür. Sevgin sönür ki, sən harama gedirsən. Səni dində saxlayan Allah sevgisidir. Allahın sevgisi olmasa, sənin şeytana gücün çatar. O şeytana minlərlə yaşı olan və bütün fürsətləri əlində olan o şeytana sənin gücün çatar. Çatmaz. O sevgidir ki, sevginin ölçüsündə sən qorunursan. Allah səni qoruyur. Mələklər səni qoruyur. Və daima dində sabit qalmaq üçün çaba göstərirsən. Bax, bu qəlbin açılmasının əlamətidir. Sıxıntı isə bildiyimiz kimi. Belə, qəlb dinə qarşı sıxıntılı, Allah barəsində belə də gün ərzində bəlkə də bir-iki dəfə namaz qılanda yadına düşdü, düşmədi kimidir. Əsasən bunun sevgisi başqa şeylərədir, başqa bir şeyləri daha çox sevir. Misal üçün, insan vardır, bir insanı elə sevir ki, Allah heç onun yadına belə düşmür. Hey, o sevgi xəyallarıyla yaşayır. Baxın, bütün bunlar Allah səni zaman-zaman yavaş-yavaş xəbərdar edir. Uzaqlaşırsan, ha, qulum. Sonra ibadət sənə çətin gələcək. Namaz sənə ağır gələcək. Bu namazdan o namaza sıxıntı ilə gözləyəcəksən ki, o namaz da gələcək, bircə onu da qılsaydım kimi. Bax, sıxıntılar verir sənə. Haramlara sevgin artacaq. Yəni, haram işlər barəsində düşünürsən. Niyə onu bizə haram edib Allah? Bax, bəzən belə suallar çıxır. Niyə onu haram edib Allah? Təbiidir də, nə bilim, ya heroindir və yaxud da ki, marihuanadır və yaxud da ki, digər uyuşturucu növləridir. Ki, bəzilər deyir ki, birini bildiyi, biri sintetikadır, düzəltmədir. Bu, bəzilər vardır ki, təbiidir, yerdən çıxır. Niyə haramdır ki, həddi qoruya biləcəksənsə, niyə haramdır ki, kimə nə edirsən ki, kimi bax sözlər axtarır ki, bir yerdə onu özünə halal etsin. Bu, əslində hər birimizdə haçan bu duyğu oyandısa, biz anında barmağımızı dişləyib ayılmalıyıq ki, aman Allahım, gedirəm mən. Ey Allahın qulu, Allah şahiddir ki, bu belədir. Və bu bizim hər birimizdə baş verir. Səndə, məndə və digərlərində. Bunlardan bəziləri bizdə baş verir. Haçan baş versə, xoş sənin halına sən ayıldın. Ayıldın ki, mən deyəsən uçuruma gedirəm.
Bax, o zaman sənin xilasın başlayır. İndi biz gələk, Allah kimi tərk edir? Bəs Allah kimi buraxır axı? Belə o sıxıntılara düşür, dini sevmir, uzaqlaşır. Bəs Allah kimdir ki, o onu sevir? Allah onu qoruyur, onun qəlbini genişləndirir, sevgisini daha da artırır. Niyə bunu bəs Allah edir? Niyə Allah Muhammed sallallahu aleyhi və səlləmi dinə sevdirdi də, İslamı ona yaşatdı, sahabələrini o dinə yaşatdı, sevdirdi bütün çətinliklərə rağmen. Onlar o ölümlə burun-buruna gəlib, o həyatı sevdilər və yaşadılar. Deməli, Allah istədi. Yoxsa onların ona gücü çatmazdı. Bəs niyə digərlərini Allah xilas etmədi? Niyə Allah Əbu Cəhli, niyə Əbu Ləhəbi, niyə Əbu Talibi xilas etmədi? Onlar məhv oldular, cəhənnəm əhli oldular. Bir evin içində yaşayırdılar. Bir tayfa idilər, qardaş idilər. Deməli, dəyərli insanlar, Allah Subhanahu taala eyni zamanda Qur'an-ı Kərimdə Ər-Ra'd surəsi 11-ci ayədə belə buyurur. Əgər bir xalq, əgər bir toplum, əgər bir şəxs özünü düzəltməsə, Allah onda olanı düzəltməz. Deməli, biz içimizdə olanı düzəltməsək, içimizdə olan nədir? Bizim içimizdə, hər birimizdə nəfs var, həvəs var, arzular var və planlar var. Başımızda xəyallar var, harama aid hər bir kəsdə. Bütün haramlar olmasa da, hərənin bir zövqü var da, bir sahədə zəif tərəfi var. Ki, o barədə haram düşüncə başında var. Amma o deyir, Allahım, məni nəfsimlə başlı başına buraxma. Allahım, məni qoru, bu harama düşməyim. Və o harama düşməmək üçün çaba göstərir. Ya yerini dəyişir, ya tövrünü dəyişir, ya iş yerini dəyişir. Nəsə bir şeylər eləyir ki, həmən harama düşməyim. Hə, deməli, baxın, dəyərli insanlar, kim öz içini düzəltmək üçün çaba göstərirsə, Allah onu sevir və onu cənnətə tərəf gedəcək yolları onun üçün rahatlaşdırır. Qəlbinə rahatlıq salır, o bu çətinliyə dözür, hətta bu sahədə onu incitsələr də mübarizə aparır və səbr edir və Allah bunu birbaşa cənnətə aparır. Özü də o adam bilsin ki, bu inanılmaz gözəl əlamətdir. Allah səni cənnətə aparır. Çünki sən haramla mübarizə apara-apara sən namazı sevməyə başladın, hicabı sevməyə başladın, din əmirlərini sevə-sevə itaat edirsən, nəinki yarıcan, sevə-sevə itaat edirsən. Söz yox, biz Peyğəmbər deyilik. Boşluq da olar, ara bir ola bilər namazımız qəzaya keçir, ola bilsin ki, ara bir birimizdən pis söz çıxdı, ola bilsin ki, ara bir əlimizdən xəta çıxdı. Bunlar hər kəsdə mümkündür. Amma bunu edən, əgər bunu etdiyinə görə göz yaşı tökürsə ki, mən nə etdim, o təmizlənmişdir Rəbbinin yanında. Çünki Allah bilir ki, bizim zəif nöqtəmiz var. İdeal insan yoxdur. Nə insan, nə cin. İdealı yoxdur. Hər kəsdə biraz ondan vardır. Çünki ətrafımızda güclü mübarizə gedir bizi azdırsınlar deyə. Bəlkə də bizim bir nəfərimizin üstünə 1000 şər qüvvə düşüb ki, bizi cəhənnəmə aparsınlar. Allah isə bunları görür. Biz görmürük. Allah görür ki, sən nələrin içində mübarizə aparırsan. Səni televizorda azdırmaq istəyirlər, telefonda azdırmaq istəyirlər, rəfiqələrin azdırmaq istəyir, dostların azdırmaq istəyir, iş yerin səni buna məcbur edir, dünyanın gedişatı səni harama aparır, amma sən yenə də mübarizə aparırsan ki, yox, mən Rəbbimləyəm. Bax, bu adamı Allah sevir, köksünü İslam'a açır, bu adam cənnət adamıdır. Qad aflahal mu'minun. Möminlər xilas olmuşdur. Allah dedi. Deməli, bu gözəl əlamətdir. Amma kimi ki, içində olan hər hansı bir duyğunun köləsidirsə,
Düşdü bir mühitə, gördü ki, orada içirlər, bu da içdi. Nə edim? Mən məcbur qaldım, dostlar içdi, mən də bunu içdim. İş yerimdə vəzə gəlmir, bizdə alınmır. Bax, getdi. Və yaxud da ki, başı qarışıq olanda namaz ümumiyyətlə arxa plandadır. Ona namaz deyəndə o belə biraz da sərt kimi deyir. Vaxt var, sən görmürsən mən nələrin içindəyəm. Elə sərt cavab qaytarır ki, hə, bu artıq deməli, bunun fürsəti olsa, bu bunu tərk edəcək. Deməli, haçan bunun boşluğu olur. Bunu boş bir əməl kimi. Boşluğu olanda edir. Başı qarışıq olanda, mən namazı çatdıra bilmirəm. Nə bilim, neçə aydır qıla da bilmirəm. Namazla belə, nəfsi ilə belə, haram təklif edildi, harama düşür, sonra deyir ki, mən neyniyim, şeytan məni azdırdı. Sanki şeytan məni azdırdı sözü bəraətdir. Şeytan azdırdı bəraətdir ki, elə cəhənnəm şeytan azdıranların yuvası deyilmi? Şeytan azdırdı nə deməkdir? Şeytan sənin əlini qolunu tutdu, səni apardı, yoxsa şeytan sənə bir təklifi etdi? Nə gözəldir bu. Şeytan sənə bu təklifi edib. Şeytanın sənə toxunma gücü yoxdur. Barmağı ilə toxuna bilməz. Ancaq təklif edə bilir, söz. Söz danışır qulağın dibində. Fıçıldayır, sən də elə bilirsən, sənin xəyallarındır. Vəssalam, beləcə şeytan səni apardı. Deməli, sən getdin, şeytan deyil. Şeytan təklif etdi. Və Allah da deyir, özünü düzəltməsən, düzəlməyəcəksən. Deməli, sən düzəlmədin, sənin ürəyindən keçdi, etdin. Əlindən gəldi, etdin. Ağzına gəldi, dedin. Hələ belə oldusa, daha sən nə oldun ki? Hə, sən bir müddət belə davam etdikcə, yavaş-yavaş Allah səni tərk edəcək. Allah səni tərk edəndə də yavaş-yavaş sıxıntılar başlayacaq. Sıxıntı nədə başlayacaq? Köksün sıxılacaq. Həmin əməlləri nifrətlə edəcəksən. Yəni, namazı zövqlə qılmırsan, nifrətlə qılırsan. Çünki Allah səni tərk edir. Yavaş-yavaş. Haram olan işləri sevə-sevə edirsən. Din işlərini zorla, güclə edirsən, sevmirsən. Hə, deməli, bax, budur Allahın istədiyi və odur Allahın istəmədiyi. Və Allahın Rəsulu hər gün, hər namazında dediyi dualardandır. Allahümmə ə'inni alə zikrikə və şükrikə və husnə ibadətikə. Ey mənim ilahım, ey mənim Rəbbim Allah. Məni sənin zikrinlə, sənə şükür ilə məşğul elə. Yəni, daima səni zikr edim və daima verdiyin nemətləri görüb ona şükür edim və gözəl şəkildə sənə ibadət edənlərdən olum. Bu, Allahın Rəsulunun duasıdır ki, yəni bunlar Allahdadır. Allahdan bunu arzulayır ki, Allahım, məni qoru. Amma bu şərt ilə sən özünü dəyişməlisən. Bəli, dəyərli müsəlmanlar, biz özümüzü dəyişməsək, Allah bizi dəyişməyəcək. Allah bizi tam sərbəst yaratmışdı. Tam sərbəst. Nə ürəyin istəsə edə bilərsən. Əlindən gələn, bədəninin gücü çatdığı, dilinin gücü çatdığı. Nə istəsin danışa bilərsən. Söyə bilərsən, böhtan ata bilərsən, qeybət edə bilərsən. Bu sənə xoş da gələ bilər. Zina edə bilərsən, şərab içə bilərsən, qumar oynaya bilərsən. Buna fürsət də verilə bilər sənə. Hamı sənin ixtiyarındadır. Və ibadət də edə bilərsən, Allahdan qorxa da bilərsən. Bunların hər birində seçim sənindir. Allah səni zorla namaza gətirmir. Allah səni zorla Qurana gətirmir. Heç vaxt. Çünki Allaha lazım deyil. Allaha niyə lazımdır ki, zorla səni namaz qıldırsın? Əgər lazım olsaydı belə, elə bir şeytanı ortadan götürməklə heç bizə nə zor, üzümüzü yerə sürtərək namaz qılardıq. Deməli, Allaha lazım olan nədir? Hər nə sənin qabağındadır. Keyf, eyş-işrət, haram və halal, doğru yaşamaq, ədalət, düzgünlük hamı önündədir. Nəyi götürməyə meyl etsən, Allah sənə onu asanlaşdıracaq.
halala meyl etsən, desən ki, niyə zina edərəm ki, ailə qurum, ailəmlə kifayətlənəm, həm törəmələrim olsun, ailəm olsun, Allahın rızası ilə və beləliklə sonunda Rəbbimə də halal qovuşum. Sən bunu düşündün, Allah sənin üçün evliliyi asanlaşdıracaq və gözəl insanları önünə çıxardacaq və sən bu sahədə uğur qazanacaqsan. Çünki haramdan qaçaraq Allah üçün bunu seçdin və Allah da sənin üçün rahatlaşdırdı. Yox, sən desən ki, nə işin var, 5 günlük dünyadır, keyf elə özün üçün, haram yolu seçsən, əlimdə fürsət də var, biraz pulun da vardır, yeyirsən, içirsən, əylənirsən. Hə, könlünə bunu qoysan ki, mən bu yolu getmək istəyirəm, deməli Allah səni şeytana müsəllət eləyəcək. Daha doğrusu şeytanı sənə müsəllət eləyəcək. Yəni o şeytanın ipi ki var idi, necə ki itin zənciri olur ha. İt bir yerə qədər gedir, sonra zəncirdən çölə çıxa bilmir. Bax Allah o zənciri sənə qədər buraxdı ki, səni tuta bilsin. Və şeytan səni tutdu. Bunu da Allah etdi. Ha, bəli, Allah etdi. Niyə Allah etdi? Çünki sən ona meyilləndin. Allah da belə dedi. Bunu mu seçdin? Buyur. Bunu da sənin üçün rahatlaşdırarıq. Səni rahatlaşdırdı cəhənnəmə doğru. Hətta bəzi insanlar var deyir, məni haram düşür. Və bəzi nadanlar da var, belə deyir, filan kəsə haram düşür. Ha, görürsən, bir haram əl atır, görürsən, işləri bir-birini ardıyıca gəlir. Nə qədər nadan, nə qədər cahil gərək olasan ki, belə düşünəsən ki, haram düşür. Bunu düşürdən Allahdırsa necə olur ki, bunu bizə haram deyir, sonra bəzilərinə bunu düşürdür. Niyə peyğəmbərlərinə düşürtmədi ki, acından ölürdülər, evlərindən qovulurdular, halala görə. Deməli, dəyərli insan, bu Allahdan deyil, bu sənin seçimindir. Amma Allah o qədər ədalətlidir ki, seçim üçün bizi azad buraxmışdı. Get, nə istəyirsən elə. Hətta Quran-ı Kərimdə deyir, az qala siz onların damını da qızıldan eləmək istəyirəm. Pilləkənlərini də qızıldan eləmək istəyirəm ki, qoy lap azğınlığa düşsünlər. Çünki Allah görür ki, bunun nə qədəri qalıb. Bunun saatları qalıb, bu hələ də keyf edir. Bu hələ də keyf etdiyini zənn edir. İndi birazdan bunun əbədi yaşayacağı bir həyata düşəcək. Orada əbədi olaraq məhv olanda, ağrılar, sancılar içində Rəbbinə yalvaranda onu Rəbbi eşitməyəcək. Amma halal isə tam bir əksidir. Bəli, dəyərli müsəlmanlar, deməli Allah istədiyi və Allahın istəmədiyi bu şəxslərdir. Biz seçimimizi Allaha tərəf edəndə Allah da bizi sevir və onu bizim üçün rahatlaşdırır. Seçimizi şeytana tərəf etsək, Allah bizi sevməz, bizi şeytanla gedən yolu bizim üçün rahatlaşdırar və oraya düşüb məhv olarıq. Allah bizi öz yolunda sabit eyləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.